Salam əzizləyicilər, bugünkü videomda sizlərə ən ideal, mükəmməl qat-qat xəmirin hazırlanma qaydasını bölüşürəm. Elə isə gəlin keçək hazırlanmasına. Deməli, bunun üçün 200 ml stəkandan 1 stəkan soyuq suyu qaba tökürəm. Ardından bura 1 çay qaşığı dolu olmayan duz tökürəm. 2 xörək qaşığı alma sirkəsi tökürəm. Fərqi yoxdur, üzüm sirkəsi də ola bilər. Ardından bura 2 dənə də yumurtamı töküb çırpıcı ilə qarışdırıram. Ardından üzərinə 4 stəkan yarım ələdiyim unu yarısını bura əlavə edib, yarısını da az-az əlavə edərək xəmirimi yoğurmağa başlayıram. Yumuşaq bir xəmir alınır. Və xəmiri masanın üzərinə biraz un səpib, tezdən burada biraz əlimlə toparlayıb hamarlaşdırıram. Hamarlaşdırandan sonra tən ortadan 2 bərabər hissəyə bölürəm. Və bu 2 yerə böldüyüm xəmiri kündə halına gətirirəm. Və üzərlərini örtüb yarım saat gözlədirəm. Kündələr dinlənərkən mən də yağımı hazır eləyirəm. Deməli, burada məndə 250 qram yağdır. Ümumilikdə 500 qram kərə yağı götürmüşəm. Onun elə bir ki, bölüb tən yarıya hərəsini bir kündə üçün istifadə eləyəcəm. Deməli, yağı belə gördüyünüz kimi iri oxlovla belə əzib hamarlaşdırıram. Kündələr dincələndən sonra altına üzərinə un səpib, yaxşıca un səpib yaymağa başlayıram. Çox da geniş yayıb naziltmirəm xəmiri. Videoda gördüyünüz kimi belə biraz açılandan sonra ortasına kərə yağını qoyub kənarlarını belə üzərinə qatlayıram yağın. Elə bir xəmiri elə qatlayırıq ki, yağın tam üzərini örtür. Və qatlayandan sonra qoyuram bunu bir kənara. Keçirəm ikinci kündəmi hazırlamağa. Onu da eyni qaydada biraz yayıb açandan sonra ortasına yağı yerləşdirirəm. Və eyni qaydada kənarlarını qatlayıram. Qoyuram xəmirləri soyuducuda yarım saat dinlənsin. Yarım saat keçəndən sonra kündələrin birini götürüb üzərinə altına yaxşıca un səpirəm və başlayıram bunları həmən dəstə vasitəsilə yaymağa. Yayandan sonra gördüyünüz kimi belə bir tərəfini yarıya kimi qatlayıram. Digər tərəfini də onun üstünə gətirib yenə də qatlayıram. Tezdən başdan bir qatını götürüb qatlayıram yarıya kimi, digərini də üstünə qatlayıb qoyuram bunları soyuducuda yarım saat dinlənsin. Tezdən yarım saat keçəndən sonra xəmiri yenə altına üzərinə yaxşıca un səpib başlayıram həmən dəstə vasitəsilə belə hamarca yavaşca ehtiyatla açıb yaymağa. Bu artıq qat-qat xəmirin axırıncı prosesidir.
Gördüyünüz kimi bu dəfə biraz fərqli qatlayırıq. Hər iki tərəfini eyni qaydada, eyni şəkildə qatlayandan sonra eyni bu gördüyünüz qaydada belə yarıya kimi qatlayıram və onu da üzərinə qatlayıb yüngülcə üzərinə həvəng dəstə vasitəsilə basıram ki, tam belə yumru şəkildə qalmasın, biraz yaslalansın. Yaslanandan sonra keçirəm digər kündəmə. Digərini də eyni qaydada açıb yayırıq. Videonu artıq çox uzadıb sizi yormaq istəmirəm. Gördüyünüz kimi eyni şəkildə bayaqki kimi qatlayırıq. Yenə də üzərini həvəng dəstə vasitəsilə basıb, biraz basıb yastaladıram. Və bunları qoyuruq buzluqda uzun müddətli qalmağa. Nə vaxt ürəyimiz şirniyyat, pirojna istədi, hər hansı bir vaxt istəsəz qabaqcadan çıxardıb bişirə bilərsiniz. Bu qədər. Sağ olun, salamat qalın. Gələn videoda görüşənədək.